Məsum imamların əleyhissalamın ətrafında imama əməldə və sözdə bağlı sahabələr az olub. Əksəriyyət imamları ancaq öz mənfəətləri üçün istəyirdilər. Amma sadiq sahabələr özlərindən qabaq həmişə zamanın imamının fikrində olmuşdular. İmama bağlılıq o səhabələri elə bir dərəcə çatdırmışdı ki, məsumlar özləri o şəxslər barəsində müsbət sözlər demişdilər. Hətta imamlar çətin günlərində şəhid olmuş yaxın sahabələri yada salıb onları gözəl şəkildə yad etmişdilər. İnsan nə qədər imama bağlı olsa, bir o qədər də Allaha gedən yol asıl olacaq. Çünki onlar Allaha gedən yoldular. İnsanın Allaha getməyini asanlaşdıran vasitələrdir. Mömin imanın kamilliyinə ancaq məsum imamlara bağlılığı, sədaqəti, vəfalığı və itaati ilə çata bilər. Bu da Allahın bu aləmdə qoyduğu dəyişilməz qanunlarıdır. Allah bizləri Peyğəmbər və Əhl-i Beytinə vəfalı, itaətkar qərar versin.